Salamlayıram kanalımızın abunəçisi olan dostları, o cümlədən qonaq qismində kanalı izləyən söz xiridarlarını. Uzun müddət idi ki, hardasa 7-8 aydır ki, mənim YouTube'a çıxmaq imkanım yox idi. Rusiyada baş verən hadisələrə görə bir çox sosial şəbəkələr kimi YouTube'u da bağlayıblar. Yalnız VPN-lə yaxud da Piratskaya proqramı, onun vasitəsilə girmək olardı. Biraz vaxtlar ki, mənim də kompüterimə proqramı yükləyiblər. Ona görə imkan yaranıb. Deməli, YouTube'da şeirlərimi səsləndirməyə. Bugün istəyərdim ki, sizlərə 86-cı ildə yazdığım Tənha Dolanıram başlıqlı bir şeiri səsləndirim. Mən bu şeiri aprel ayında 86-cı ilin Abxaziyada Qudauta şəhərində yazmışdım. Buyurun, dinləyin. Tənha dolanıram daş küçələri, ayaq izimizi yağışlar yuyub. Həsrətin qəlbimə səpdiyi tumdan dərd-kədər cücərib, qəm puçurluyub. Düşmür vitrinlərə qoşa əksimiz, dərdi unutmaq üçün tənha gəzirəm. Nədən yada döndük doğma ikən biz, cavabını tapmıram, mən ha gəzirəm. Sənsiz elə bil ki, hər şey yadlaşıb, küçə, xiyabanlar, elə şəhərdə, gecələr gözlərim yuxusuz qalıb, rahatlıq gətirmir mənə səhərdə. Bəlkə olmamısan həyatımdasan, bəlkə xəyalımın uydurmasısan, sevirəm söyləyən, üzümə gülən, bəlkə səhv edirəm, sən olmamısan. Tənha dolanıram boş küçələri, ayaq izimizi yağışlar yuyub. Həsrətin qəlbimə səpdiyi tumdan dərd-kədər cücərib, qəm puçurluyub. Çox sağ olun, dəyərli vaxtınızı sərf edib izlədiyinizə görə. Xahişim budur ki, bəyənməyi, paylaşmağı, abunə olmağı unutmayasınız. Abunə olmağı da mən qonaq qismində izləyən həm yerlilərə üzümü tuturam. Çünki YouTube'un alqoritmi belədir ki, nə qədər çox paylaşma, bəyənilmə və abunəçi sayı çox olarsa bir o qədər daha çox yayılır. Əvvəlcədən yenə də minnətdarlığımı bildirirəm hər birinizə. Hələlik gələn görüşlərə qədər.